Salam uşaqlar, bu günləri biz bölən və bölünənin nə demək olduğunu sizə öyrənəcəyik birlikdə. Deməli, bölən nədir? Verilmiş ədədin qalıqsız bölündüyü hər bir ədəd onun böləni adlanır. Bu nə deməkdir? Tutaq ki, 12 ədədi. Bölən nə deməkdir? Bu 12 ədədini parçalayan, yəni bölən hansı ədədlər ola bilər? Bir baxaq. Hər bir ədədin birinci böləni həmişə 1 olur. 1. Sonra 12 hansı ədədə bölünür? 12 hansı ədədə bölünür? 2-yə də bölünür, düzdür? 2, 3, 4, 5-ə bölünmür, 6, bir də 12-nin özü. 12-yə qədər olan digər ədədlərə bölünmür. Özünüz də baxa bilərsiniz. Yəni, bölən ədədlər həmişə sonlu sayda olur. Sonlu sayda olur. Yəni ki, onun sayını tapa bilərik bölən ədədlərin. Amma bölünən ədədlər isə verilmiş ədədə qalıqsız bölünən hər bir ədəd onun bölünəni adlanır. Bölünən ədədləri baxaq. Məsəl üçün, elə 12-nin bölənlərini tapdıq. Bölənləri gördük, bu qədərdir. Görək neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənə. Düzdürmü? İndi bölünənlərini tapaq. Bölünən demək deyəndə, yəni 12 hansı ədədlərə bölünür? Natural ədədlərimiz sonsuz saydadır, düzdür? Deməli, 12-nin də bölənləri sonsuz saydadır. Biz bunu nə qədər olduğunu bölən kimi deyə bilmərik. Məsələn, böləndə nə dedik? Dedik 6 dənədir, düzdürmü? Amma bölünəndə bu sözü deyə bilmərik. Çünki natural ədədlər sonsuz saydadır. Ona görə də 12-nin bölünənləri, üzr istəyirəm, sonsuz saydadır. Müəyyən yerə qədər tapa bilərik də. Məsəl üçün, bölünən deyikdə qatları nəzərdə tutur. 12-ni 1-ə vuracaq, belə də fikirləşə bilərsiniz. 12-ni 1-ə vuranda 12, 12-nin özü, 2-yə vuranda 24, 3-ə vuranda 36, 4-ə vuranda 48, 5-ə vuranda 60, sonsuz sayda gedir bu. Düzdürmü? Sonsuz sayda gedir. Və yaxud da belə, əgər çaşırsınızsa, qatı 12-nin bir qatı belə deyək də 12, 2 qatı 24, 3 qatı 36, 4 qatı 48, 5 qatı 60. Belə, bölünənləri bu cür tapırıq. İndi isə biz sizinlə keçək sadə və mürəkkəb ədədlər nədir? Çünki əbob və əkobun tapılmasında sadə və mürəkkəb ədədləri bilməliyik ki, əbob və əkobu sadə vuruqlara ayıranda bizə asan olsun. Sadə ədədlər nədir uşaqlar? Sadə ədədlər yalnız 2 böləni olan ədədlərə sadə ədədlər deyilir. Yalnız 2 böləni olan ədədlərə sadə ədədlər deyilir. Bir özü bir ədədi. Nə sadədir, nə mürəkkəbdir. Bunu həmişə yadınızda saxlayın. Bir ədədi nə sadədir, nə mürəkkəbdir. Tutaq ki, sadə ədədlərini əslində siz ibtidai sinif deməyək də 5-ci sinifdə, 6-cı sinifdə, 7-ci sinifdə 30-a qədər olan sadə ədədləri əzbərləsəniz daha yaxşı olar. Çünki vuruqlara ayıranda tez istifadə edə biləsiniz. Bir də fikirləşməyəsiniz. Amma bunun mahiyyətini başa düşmək lazımdır. Məsələn, bir özü dedik nə sadədir, nə mürəkkəb, düzdürmü? Keçək digər ədədlərə. 2 sadə ədəddir ya mürəkkəb, həm 1-ə bölünür, həm özünə bölünür. 2 deməli sadə ədəddir. 3 sadə ədəddir. 4 sadə ədəd deyil. Niyə? 4 həm 1-ə, həm özünə, həm də 2-yə bölünür. Ona görə də mürəkkəb ədəddir. 5 sadə ədəddir, düzdürmü? 5 özü sadə ədəddir. Çünki həm 1-ə, həm də 5-in özünə bölünür. 6 sadə ədəd deyil. Çünki həm 2-yə, həm özünə, həm 3-ə bölünür. Ona görə də sadə ədəd deyil. 7 sadə ədəddir. 1-ə, bir də özünə 7-yə bölünür. 8 sadə ədəd deyil, mürəkkəbdir. Çünki 2-yə, 4-ə, özünə bölünür. 9 bəzi uşaqlar çaşır, deyir 9 sadə ədəddir müəllimi. Xeyr, 9 sadə ədəd deyil. Niyə? Çünki 3-ə də bölünür 9. Həm özünə, həm 3-ə, həm 1-ə bölünür. 9 sadə ədəd deyil, mürəkkəb ədəddir. 10 sadə ədəd deyil, həm 2-yə, həm 5-ə bölünür. Keçdik 11 sadə ədəddir. 12 yox, 13 sadə ədəddir. 15 14 də sadə ədəd deyil. Çünki həm 7-yə, həm 2-yə, həm özünə bölünür. 16 sadə ədəd deyil. 17 sadə ədəddir. 19
sadə ədəddir. 20 sadə ədəd deyil, 21 sadə ədəd deyil. Orada qaldı 23, bir də 29. 30-a qədər olan sadə ədədlər bunlardır uşaqlar. Bunları əzbərləsəniz çox yaxşı olar. Çox yaxşı olar ki, vuruqları ayıranda rahat ayıra biləsiniz. Sadə ədədləri bildikdən sonra vuruqlara ayrılmanı indi isə istəyirəm sizə keçəm. Bir də bunu deyim. Bütün cüt ədədlər yadınızda saxlayın. Sadə ədədlərdir. Bütün cüt ədədlər sadə ədədlərdir. Yalnız 2-dən başqa. Çünki 2-nin bir özünə bölünür, bir də 1-ə bölünür də. Digər cüt ədədlər hamısı sadə ədədlərdir.